Salamlar, vaxtınız xeyir olsun. Biz bugün etibarı YouTube kanalımızda abituriyent dərsləri artıq mövcud olacaq. Qeyd edim ki, dərslərimiz həm nəzəri, həm də praktiki yönümlü olacaq. İndi isə gəlin vaxt itirmədən mövzula tanış olaq. Bugünkü mövzumuz coğrafiya elmi sahələri və yeni bilgilər toplanması yollarıdır. Qeyd edim ki, istifadə etdiyim kitab Ökümənin dərs vəsaitidir. Daha sonra baxaq. Təbiət elmlərini və Təbiət elmlərinin təbii hadisə və proseslərə yanaşması müxtəlifdir. Ondan hər bir təbii hadisə və obyektlər yalnız bir xüsusiyyətini öyrənir. Coğrafiya elmi bu elmlərdən fərqli və başlıca xüsusiyyəti təbii hadisə və proseslər kompleks şəkildə və müəyyən məkan daxilində öyrənməsidir. Məsələn, elmlərdən astronom, yer, səma cismi kimi, coğrafiya isə yerin fəzada hərəkətini, onun nəticələrini, yerdə təbii şəraitin formalaşmasının təsirini öyrənir. Həmçinin biologiya və bitki heyvanların quruluşunu, coğrafiyada isə onların yer kürəsində paylanmasını öyrənir. Buna qədər oxuduq, indi isə mətn daha yaxın təhlil edək. Deyək ki, təbiət elmləri təbiətin müəyyən xüsusiyyətlərini öyrəndiyi halda, coğrafiya isə onlar kompleks və məkan daxilində xüsusiyyətlərini öyrənən bir elmdir. Yəni, digər elmlərdən fərqi budur. Daha sonra dedik ki, məsələn, astronom yeri, səma cismi kimi öyrənirsə, coğrafiya isə yerin fəzada hərəkəti və onun nəticəsində yerdə təbii şəraitin formalaşması təsirini öyrənən bir elmdir. Yəni, bunu belə izah edeyim. Məsələn, ancaq biz astronomiya elmində yer səthinin, məsəl üçün, kosmik şüalar necə təsir edir, yəni bir ancaq fəza fiquru kimi, yəni bir planet kimi ancaq təsvir edilir. Yəni, oradakı heyvanat aləminin yaşaması və yaxud da dağların düzənlikləri haqqında məlumat verilmir. Amma yer coğrafiya elmində isə bu tam fərqlidir. Həm fəza fiquru kimi, yəni planet kimi, yəni günəş ətrafında hərəkəti, ayın yer ətrafında hərəkəti, yerin öz oxu ətrafında hərəkətini məsəl üçün öyrənir və bunun yer səthinə təsirini, canlılara təsirini öyrənən bir elmdir. Biologiya isə bitki və heyvanların quruluşunu öyrənən bir elm olduğu halda, coğrafiya isə onların yer kürəsində paylanmasını öyrənən bir elmdir. Daha sonra coğrafiya vəzifələri nələrdir? Yeni obyektləri layihələşdirir, nə harda tikilməli, təsvir edir, harda nə yerləşir, necə yaşayır, necə inkişaf edir, izah edir, bu necə baş verir, idarə edir, nail olmaq üçün nə etmək lazımdır, proqnoz verir, müəyyən vaxtdan sonra nə baş verəcək. Yəni, bu nə deməkdir? Yeni obyektləri layihələndirir, harda tikilməlidir. Yəni, biz istədiyimiz bir obyekti hər hansısa bir yerdə tikə bilməliyik. Bunun üçün biz ərazinin coğrafi quruluşunu və iqlimini və digər xüsusiyyətlərini öyrənməliyik ki, ondan sonra müəyyən etməliyik ki, bu obyekt məsəl üçün burada tikiləcək, təsvir edir. Harda nə yerləşir, necə yaşayır, necə inkişaf edir. Məsələn, deyək ki, biz artıq obyekti tikmək istəyirik və harda yerləşdiyini bilməliyik, yəni harda yerləşir, necə yaşayır. Yəni, biz məsəl üçün deyək ki, şəhər salmışıq, burada insanlar necə yaşayırlar, iqlim insanlara necə təsir edəcək, insanlar burada hansı səmərə yollarla inkişaf edəcək, yəni bunu biz təsvir edirik, ağlımızda biz təsvir edirik. Daha sonra isə izah edir, bu necə baş verir. Məsəl üçün, deyək ki, iqlimin insan üzərində təsiri, canlılar üzərində təsirini məsəl üçün izah edir ki, məsələn, iqlim insanlar üzərində, məsələn, deyək ki, rütubətli iqlimdə insanlar balaca boy, isti iqlimdə insanlar hündür boy və yaxud da günəşin çox düşdüyü yerlərdə insanların rəngi daha kürən, günəşin az düşdüyü yerlərdə isə insanlar daha sarışın olurlar, idarə edir. Ona nail olmaq üçün nə etmək lazımdır? Daha sonra proqnoz verir, müəyyən vaxtdan sonra nə baş verəcək. Yəni, həmin ərazidə, məsəl üçün, şəhər çayın qırağında və yaxud da gölün qırağında, dənizin qırağında tikilibsə, bu ərazidə su basmalar, tsunami hadisəsi və yaxud da gölün qurulması və yaxud da çayın qurulması, məcrasının dəyişməsi bu şəhərə nə kimi mənfi təsir edir? Yəni, əvvəlcədən proqnoz verir. Davam edək. Təbiətdə baş verən proseslərin əhalinin və istehsal sahələri yerləşdirməsi, müxtəlifliyi öyrənməsi və proqnozlaşdırılması müasir coğrafiyanın ən mühüm vəzifələrindəndir. Coğrafiyanın elmi əsas sahələri fiziki və iqtisadi coğrafiya deyil ki, coğrafiya iki sahəyə bölündü, fiziki və iqtisadi coğrafiya. Onlar bir-birlə qarşılıqlı əlaqəli elmlər sistemidir. Elmlər sisteminə əmələ gətirir. Fiziki coğrafiyanın tədqiqat obyektləri təbiət və təbiətdə baş verən hadisələr uzun inkişaf yolu keçən bu sahə qədim hesab olunur. Fiziki coğrafiyanın sahələri, ən növ sahələr bunlardır.
yerşünaslıq, geomorfologiya, iqlimşünaslıq, hidrologiya, torpaq coğrafiyası, biocoğrafya, paleocoğrafya, okeanologiya adlanır. Onlar həm iqtisadi coğrafya ilə qarşılıqlı sıx əlaqədir. Fiziki coğrafyanın əsas vəzifələri yerin qatlar arasındakı enerji və kütlə mübadiləsi, həmin qatların strukturunun dəyişməsi, rütubət dövranı, bioloji məhsuldarlıq, təbii ərazi komplekslərini və onların səmərəliliyini istifadə yollarını öyrənməkdən ibarətdir. İqtisadi coğrafiya termini ilk dəfə Rus alimi Mikhail Lomonosov elmə gətirmişdir. O mühitin cəmiyyətə qarşı əlaqəsi və cəmiyyətə ərazi təşkili barədə elmidir. Bu elm coğrafiya, sənaye coğrafiyası, kənd təsərrüfatı, ənənəvi sahələri, sənaye coğrafiyası, kənd təsərrüfatı coğrafiyası, daha sonra nəqliyyat coğrafiyası, sosial coğrafiya, əhali coğrafiyası kimi ənənəvi sahələri mövcuddur. Deyişək hansı sahələri var? Ənənəvi sahələri nəzərdə tutulur. Sənaye coğrafiyası, kənd təsərrüfatı coğrafiyası, nəqliyyat coğrafiyası, sosial coğrafiya və əhali coğrafiyasıdır. Daha sonra müasir dövrdə əhali coğrafiyası öyrənməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, məskunlaşma və onun təbii şəraitinə asılı olaraq insanlar, məntəqələrin inkişafı və dünya ölkələrin təbii artımı idarə edilməsi şərait yaradır. Bu nəticəsində də iqtisadi coğrafiyanın yeni sahələri yaranır. Yəni bu da hansılardır? Yəni inkişaf etdiyi sahədə demografiya coğrafiyası, şəhərlər coğrafiyası, yəni urbanizasiya coğrafiyası kimi yeni sahələr formalaşmağa başlamışdır. Həmçinin insanların sağlamlığına fikir verməsi üçün, yəni sağlamlığın öyrənilməsi üçün tibbi coğrafiyada formalaşmışdır. Tibbi coğrafiya, turizm coğrafiyası da formalaşmışdır. Davam edib burada da iqtisadi coğrafiya haqqında verir. Kənd təsərrüfatı coğrafiyası, əhali coğrafiyası, turizm, rekreasiya coğrafiyası, nəqliyyat coğrafiyası, sənaye coğrafiyası, ölkəşünaslıq, siyasi coğrafiya, demografiya, topologiyada. Bunları siz əzbərləməlisiniz. Həmçinin fiziki coğrafiyanın sahələri hansılar? Yerşünaslıq, biocoğrafiya, kartografiya, paleocoğrafiya, geomorfologiya, hidrologiya, torpaq coğrafiyası, meteorologiya, sonra iqlimşünaslıq və landşaftşünaslıq, okeanologiya kimi sahələri vardır. Hazırda coğrafiya elmi sürətlə inkişaf edir və təsvir edilməsi, hadisənin təhlil edilməsinə çevrilmişdir. Belə ki, fiziki coğrafiya, landşaft planlaşdırılması, riyazi coğrafiya, sonra ekoloji iqtisadi coğrafiyanın şəhər və ərazi planlaşdırılması, tibbi coğrafiya, rekreasiya coğrafiyaları kimi yeni sahələr yaranmışdır. Yəni ki, coğrafiya elmi sürətlə inkişaf edir və bunun nəticəsində də coğrafiya yeni sahələr yaranır və bu sahələr hansılar dedik ki, landşaftşünaslıq və landşaftın planlaşdırılması, riyazi coğrafiya, ekoloji coğrafiya, iqtisadi coğrafiyanın isə şəhər ərazi planlaşdırılması, tibbi coğrafiya, rekreasiya coğrafiyası kimi yeni sahələr yaranmışdır. Təbiət ərazinin qorunması üçün ayrı-ayrı komplekslər arasında qarşılıqlı əlaqə vacib. Bunlar arasında da ekoloji coğrafiya elmi aparır. Burada da elmlərin izahları verir, yəni siz onları oxuyaraq izahlarını baxa bilərsiniz. Daha sonra coğrafiyanın tədqiqat metodları var. Coğrafiyanın tədqiqat metodları iki yerə bölünür. Ənənəvi tədqiqat metodları və müasir tədqiqat metodları. Ənənəvi tədqiqat metodlarına aiddir. Baxın, kartografik, tarixi, müqayisə və çöl tədqiqatıdır. Müasir tədqiqat metodlarına isə hansılar? Riyazi, statistik, coğrafi modelləşdirmə, coğrafi proqnozlaşdırma, aerokosmik və geoinformasiya kimi tədqiqat metodları da istifadə edir. Gəl ənənəvi metodlara nəzər yetirək. Ənənəvi metodlardan birincisi kartografik metoddur. Kartografik metod coğrafi tədqiqatlar zamanı müxtəlif məzunlu xəritələr öyrənməsində təhlilinə əsaslanır. Burada açar sözümüz nə oldu? Baxın, burada açar sözümüz müxtəlif məzunlu xəritələr öyrənməsi, yəni testin şərtlərində də siz bu açar sözlərdən istifadə edərək tapa bilərsiniz. Kartografik metodun tərifi nə oldu? Coğrafi tədqiqatlar zamanı müxtəlif məzunlu xəritələr öyrənməsində təhlilinə əsaslanır. Tarixi metod vasitəsilə coğrafi obyekt və hadisələrin müəyyən tarixi dövr ərzində baş verən dəyişiklikləri, yəni təbii obyektin mənşəyini və yaranması, inkişafı, mərhələnin müasir vəziyyətini öyrənir. Yəni adında da görürsünüz, tərifində tarix sözü var. Şərtdə də əgər testlərdə qarşınıza çıxacaq, tarixi sözü gördünüzsə, bu tarixi metoda aid olacaq. Daha sonra bu şəkilə qayıdaraq, müqayisə metodu nədir? Müqayisə metodu coğrafi obyekt və hadisələrin fərqli və oxşar xüsusiyyətlərini təhlil etməklə yeni elmi nəticələrə gəlməyə imkan verir. Yəni fərqli və oxşar xüsusiyyətləri burada müqayisə metodunun açar sözüdür. Yəni siz buradan
testin şərtində bu sözü gördünüzsə, bu müqayisə metoduna aid olacaq. Demək olar ki, hər bir metodun öz adı içində dolayısı və yaxud da birbaşa yolla təkrarlanır. Çöl tədqiqat metodu vasitə ərazi müşahidələri yaxud da cihazlar köməyi ilə məlumatların toplanır və onlar təhlillə əsaslanan bir sıra coğrafi qanun uyğunluqları müəyyən edir. Çöl tədqiqat metoduna isə ərazidə müşahidələr sözündən siz tuta bilərsiniz. Ki, bu coğrafi tədqiqat metoduna aiddir. Gəlin metodun tərifinə bir də baxaq. Ərazidə müşahidələr yaxud da cihazların köməyi ilə məlumatlar toplanır, onların təhlili əsasında bir sıra coğrafi qanun uyğunluqlar müəyyən edilir. Daha sonra gəldiksə müasir metoda. Müasir metodlarda isə riyazi statistik metod, coğrafi obyekt və hadisələrin keyfiyyət göstəriciləri və riyazi hesablamalar vasitəsilə tətbiq edilir. Yəni, burada açar sözümüz keyfiyyət göstəriciləri və riyazi sözünü görməklə siz testləri yaza bilərsiniz. Coğrafi modelləşdirmə, coğrafi obyekt və hadisələrin modelinin hazırlanmasıdır. Fikir verirsiniz, hər bir modelin öz adı, hər bir metodun öz adı şərtin içində verilir. Məsələn, baxın, riyazi metod coğrafi obyekt və hadisələrin keyfiyyət göstəriciləri və riyazi hesablama vasitəsilə tətbiq edilir. Yəni, fikir verirsiniz, keyfiyyət göstəriciləri, riyazi sözü, coğrafi modelləşdirmə sözündə isə modelləşdirmədə isə coğrafi obyekt və hadisələrin modelinin hazırlanması və onların öyrənməsinə əsaslanır. Həmçinin coğrafi modellər qrafik formada, sözlərlə, simvollar vasitəsilə də qurulur. Daha sonra davam edir. Coğrafi proqnozlaşdırma təbii və antropogen təsirlər nəticəsində konkret ərazidə baş verə biləcək dəyişikliklər əvvəlcədən müəyyən edilməsidir. Burada siz dəyişikliklər sözündən tuta bilərsiniz ki, yəni ərazidə baş verə biləcək dəyişikliklər, məsələn, ərazi gələcəkdə su basa bilərmi, quraqlıq baş verə bilərmi, yanğın təhlükəsi varmı? Yəni bunu da coğrafi proqnozlaşdırma metodu ilə müəyyən etmək olur. Aerokosmik metodu isə vasitəsilə aerokosmik şəkillər, aero və kosmik şəkillərdə alınan informasiyalar əsasında xəritələr tərtib edilir, coğrafi proseslər öyrənir. Gəldik coğrafi informasiya metodu, yəni CIS. Müasir informasiya texnologiyaları vasitəsilə coğrafi məlumatlar toplanıb işlənməsi, rəqəmsal xəritələrdə tərtib edilməsidir. Yəni bunu da rəqəmsal xəritələrin formalaşması, yəni istifadə etdiyimiz məsəl üçün GPS-lərdir, daha sonra Google Map-dir, Yandex Map-dir ki, yəni bu xəritələrdən istifadə edirik. Bu xəritələr rəqəmsal xəritələrə aid edilir. Daha sonra burada o qədər vacib sözlər yoxdur. Və gəlin bu şəkilə baxaq. Dedik ki, fiziki coğrafiya hansı sahələrə bölünür? Fiziki coğrafiya və iqtisadi coğrafiya. Eyni qaydada da qolları da iki yerə bölünür. Məsələn, fiziki coğrafiya bölünür ənənəvi sahələrə, yerşünaslıq, iqlimşünaslıq, ənənəvi yeni sahələrə. Fiziki coğrafiya ənənəvi sahələrinə aid yerşünaslıq, iqlimşünaslıq, bitki coğrafiyası, hidrologiya, torpaq coğrafiyası, geomorfologiya, okeanologiya, kartografiyadır. Yeni sahələrinə aiddir landşaftsşünaslıq və landşaft planlaşdırması, riyazi coğrafiya, CIS, təbiətin mühafizəsi, yəni ekoloji coğrafiyada yeni sahələrinə aiddir. İqtisadi coğrafiyada eyni qaydada iki yerə bölünür, ənənəvi və yeni sahələrə bölünür. Ənənəvi aiddir sənaye coğrafiyası, kənd təsərrüfatı coğrafiyası, nəqliyyat coğrafiyası, sosial coğrafiya, əhali coğrafiyası. Yeni sahələrə aiddir şəhər planlaşdırılması, ərazi planlaşdırılması, tibbi coğrafiya, CIS, siyasi coğrafiya, rekreasiya coğrafiyası aiddir. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşəndə hələlik.